Salam, axşamınız xeyir olsun əziz dinləyicilər. Avto FM-də Yoldasan verilişinə qulaq asırsınız. Studiyada mənəm Əli Ağayev. Bir saat boyunca yollarda olan ən son məlumatları, ən son xəbərləri məhz bizdən alacaqsınız və təbii ki, müzakirə olunası və müzakirəyə qoşulası həmişə kimi mövzularımız da var. Bilirsiniz ki, son dönəmlər biz avtomobil təmirindən, sürətli qüdüs təmirindən və eyni zamanda avtomobil istənilən ehtiyat hissəsindən kifayət qədər danışmışıq və arada mənə suallar verirdilər ki, nədənsə yeni nəsil mühərriklər bir qədər dözümsüzdür. Köhnə nəsil əvvəlki avtomobillərin mühərrikləri daha dözümlü idi. Buna səbəb olaraq da bir sıra hətta paylaşımlar da var. Yeri gəlmişkən deyə bilərdim ki, xatırlayırsınızsa bir balaca o verilişdə də o barədə danışmışdım. Volvo avtomobili var idi. 5 milyon kilometr getmişdi. Bir sahibi dəyişmədə olan və avtomobil cəmi bircə dəfə sadəcə texniki qulluğa görə sökülüb yığılıb. Yəni mühərrik sıradan yığılmayıb. Texniki qulluğa görə sökülüb yığılıb, texniki bağış keçirilib və mühərrik yenidən yığılıb. Yəni heç bir detalı dəyişmədən 5 milyon kilometr sürülüb. Hal-hazırda da Volvo salonunda saxlanılır. Ona qədər bir sıra masalları avtomobillərə deyə bilərik. Burada Mercedes avtomobillərə də aiddir, BMW-də də var. Kia'da da var, çoxdur. Yəni kifayət qədər bu avtomobillər var. Və istehsalçıların özləri də milyona çatan mühərrikləri sevinclə qarşılayırlar və sahibinə həmin avtomobilin qarşılığında yeni avtomobil təklif edirlər və həmin modeli də muzeylərində saxlayırlar ki, gələcək nəsillərə göstərə bilsinlər. Yaxşı, onda belə bir sual çıxır ortalığa ki, günümüzdə geniş vüsət alan Çin avtomobillərində də bu cür xüsusiyyət ola bilərmi? Və yaxud Avropa avtomobilləri olsun, istər Amerika, istər Almaniya, istər hər hansı bir X1 dövlətin tanınmış markalarında ola bilərmi indiki dövrdə daha uzun ömürlü mühərriklər? Necə fikirləşirsiniz? Qadir bəy, xoş gəlmişsiniz, axşamınız xeyir. Axşamınız xeyir, Əli qardaşım. Necəsiz, nə var, nə yox? Yaxşı, minnətdarım. Siz necəsiz? Həmdolsun, Allah razı olsun. Bütün bizi dinləyən seyircilərə də salamlarımı çatdırıram. Kimin nə sual olsa, bu haqda buyurub WhatsApp nömrələrimizdən əlaqə saxlaya bilərlər. Qadir bəy, belə bir sual, indi mövzuya aid elə bir başa sualı vereyim. Niyə müasir mühərriklər uzun ömürlü deyil? Bu sualınıza, yəni çox burada nüanslar var ki, yəni uzun ömürlü olmamasının səbəbləri, bunları bir-bir saymaqla, yəni vaxtımız çatmaz, amma belə deyə bilərəm ki, 5-10 əsas səbəbi, problemlər və bunları deyil. Əsas detalların zəifliyidir. Aha. İndiki gələn detalların zəifliyidir. Əvvəlki köhnə nəsil mühərriklərdə olan detalların həm qalınlığı, həm daha uzun ömürlü olması, bir də ki, köhnə mühərriklərdə kiçik mühərriklər, yəni 1.5, 1.6-lar çox istifadə olunmurdu. Əsas 1.8, 2, 2.2 daha da yuxarıya gedirdi. Bəli, getdikcə yuxarı qalxır. İndi bu dəqiqə amma daha da kiçilir. Və kiçildikcə bütün detallar incələşir və az çəkidə qoyulur, belə deyim, içinə. Belə deyim, elə bil ki, normalda əvvəllərin özü də paytaxtımızda, ümumiyyətlə paytaxtda yox, amma elə ölkəmizdə deyə bilərəm, daha böyük mühərriklərə xatırlayırsınız üstünlük verilirdi. Amma indi yalnız və yalnız Avropada da üstünlük vermirlər. Yalnız okeanın o üzündə Amerikan avtomobilləri hələ də öz böyük mühərrik sevdasını qoruyub saxlayır və onlarda daha böyük mühərrikə həmişə də üstünlük veriblər. Amma Avropa getdikcə, belə deyim də, Avropada başladı artıq. Avropadan biz avtomobillər gətirdikdə söhbət 2000-dən bu yana, hardasa 2020-dən bu yana, daha da doğrusu desək, daha dəqiq desək, 2020-dən bu yana gətirilən avtomobillər 1.5, turbolu, turbosuz fərqi yoxdur və mexaniki sürətlər qutusuna daha çox üstünlük verirlər. Nəyə görə? Çünki mexaniki sürətlər qutusu ekonomdur. Bəli, nə qədər də olmasa qənaətlə istifadə eləyir. Ortalıqda da yəni ortalama götürsək, hardasa 2-3 litr fərq verir və nəzərə alsaq ki, Avropada hər şey bahadır. Yaşam tərzi, yaşam haqqı və belə kommunal xərclər, eyni zamanda nəqliyyat vasitələrində olan xərclər, yanacaq xərci bahadır. Yəni o 2-3 litr onlar üçün sözün əsl mənasında qənaətdir. Hansı ki, halbuki biz həmən 2-3 litri elə də böyük bir nəzər almırdıq. Yəni ki də normalda fikirləşəndə deyəndə ki, hətta xatırlayıram, hətta bizdə Vaz avtomobillər daha geniş vüsət alanda, sonra nə qədər yandırır? 100-ə bir 10-12 yandırır da, normaldır.
Avropada olanda biz bunu deyəndə mənə dedilər ki, 10-12 litr nədir? Siz 12 litrdən deyə biz bilsən haralara gedirik. Soruşdum ki, haralara gedirsiniz ki, yəni 12 litrdən biz maksimum şəhər içinə gedib qayıdıb gələ bilirik də, yəni şəhər içi sürürük. Çoxları da belə təəccüblə baxdılar ki, yox, nə danışırsınız? Bizim üçün 12 litr deyəndə və yeri gəlmişkən bu yaxınlarda Şkoda Octavia avtomobili dizel mühərriklə səhv eləmirəmsə 2000 kilometrə qədər dolu çənlə yol getdi və çoxları da bildirir ki, ola bilməz, mümkünatı yoxdur. Bütün videonu başdan sona qədər mən də izləmişəm, baxmışam. Dizel mühərrikdə təbii stabil sürətdən sürülmüşdü. Stabil yollardan sürülmüşdü və yəni qardaş stabil də sürülsə nə yəni budur da, yəni fakt dolu çəndən gedib bu məsafəni. İndi gəldik sizin dediyiniz bu ehtiyat hissələri baxımından. Yəni ehtiyat hissələri indi köhnə avtomobillər gəlir də yanınıza. Sizin mərkəzdə də olmuşuq, görmüşük də, siz mühərrikləri yığan zamanda görmüşsünüz və dizel mühərrikləri də gəlir köhnə avtomobillərdən yığırsınız. Bu onda belə deyim, bir usta olaraq sizi onu əvəz etdiyiniz ehtiyat hissəsi ki var. Qane edirmi yoxsa etmir? Qane edir, ancaq orijinalla dəyişirəm. Mən məsəl üçün yan sənaye mallar və yaxud da hansısa başqa bir firmanın detallarını üstünlük vermirəm. Məsəl üçün indi gələn Koreya avtomobillərində əsas Hyundai-da, Kia-da yan sənaye mallar və yaxud da firma mallar işləmir. Demək olar ki, işləmir. Qoyursan, heç resursun tamamlamadan sıradan çıxır. Adi Porsche-dən götürək, yəni rastlaşmısınızmı? Çox rastlaşmışam. Adi valın yatağı kladiş deyirlər. Yəni kladişindən götürək, firma malla qoyanda maksimum heç 50.000 kilometr getmədən kladiş sıradan çıxır. Belə şeylərlə çox rastlaşırıq. Demək olar ki, çox ustanın vazvratları gəlir də yanımıza, belə deyək. Yığırlar və firma detalların günahından mühərrik dağılır. İndi orada bir nüans da var. Mən bilmirəm ustalara biraz burada haqq qazandırırammı ya yox. Məsəl üçün usta olaraq gəlir sizin yanınıza, ya müştəri gəlir. Bəli. Siz ustasınız, gəlir deyir ki, bu mühərriki mənim üçün neçə yığarsan. Zaten Qadir usta bilir ki, bu mühərriki yığanda, bu mühərrikin zəhmət haqqısı yığımı, orijinal detallarına gəlir çıxır 1500 manata. Misal üçün. Misal üçün deyək. İndi biz X bir qiymət olaraq deyirik də, hər hansı bir mühərrik deyirik. Bəli. Və mühərrik bir müddətdən sonra elə bir hər hansı bir aldığınız detal, siz orijinal detallara üstünlük verirsiniz. O aşağı qiymət deyəndə ki, misal üçün deyir ki, Qadir usta, mənim 1500 yox, misal üçün, mənim varımdır 900 manatım. Mənim üçün bunu yığ. Və o müştərini itirməmək üçün düz istənilən halda itirir, belə də itirdi, elə də itirdi. Söhbət ondan getmir. 2 dəfə düşəcək. Bəli, müştəri 2 dəfə düşür ziyana. Bəli. Hətta çox rastlaşmışam. Usta qayıdıb deyəndə ki, bax ha, yəni mən yığacağam, amma çox gedib yığ da nə olar, olar. Elə deyən müştəri də var. Çoxdur. Deyir yığ. Şəxsən mənim özüm yanıma ən azından həftədə elə müştərilərdən 300 gəlir də, yəni. Yəni yığ bunu aşağı qiymətdən nə olar? Nə olar? Deyirəm, yığanda normalda 50.000 kilometr qarantiya veririk biz yığdığımız mühərriyə. Gəlir yan sənaye ilə istəyir. Deyirəm, qardaş, buna qarantiya düşmür. Yəni buradan çıxdın sabahları eyni problemlə bir də rastlaşdın, yanıma gəlmə. Qalib deyir, problem yoxdur, yığ. Onsuz da bütün detallar firmadır. Onsuz da bütün detallar orijinal deyil. Belə qarşılayan müştərilərimiz də var. Yəni yığırıq və qarantiyada vermirik. Elə detallarla. Vermirsiniz qarantiya? Təbii ki, vermirəm. Ümumiyyətlə, mənə maraqlı gəlir ki, yaxşı, bəs müştəri yığmırsan, yoxsa yığırsan? Yəni, mənə maraqlı gələn odur. Yəni, nə barədə yığdınız, amma zəmanət vermədiniz. Mühərriyi sırf iç detallarını orijinal olmasa mən yığmıram. Yığmırsınız. Deyirəm, götür maşını gelin, xahiş edirəm sizdən. Mən sabahları problemlə qarşılaşmaq istəmirəm. Əslində normal yanaşmadır. Nəyə görə? Çünki sabahları kimsə istənilən halda, bu bir mənalı belədir də. İstənilən halda birinci ustanın adı hallanır. Birinci və burada da ustanın reputasiyası söhbəti gedir ki, ustanın adı var, gördüyü işin nəticəsi var və bu da nə qədər də olmasa birbaşa olaraq sizə mənfi təsir göstərir. Təbii ki. Yəni mühərriki yığıb necə deyərlər, biraz öz nüfuzu itirməkdənsə, ondan sonra yığmayım, nüfuzum yerimdə qalsın. Biz Ramin bəy səs göndərib, gəlin Ramin bəyin səsinə qulaq asaq. Salam aleyküm Əli bəy. Aleyküm salam, axşamınız. İndiki müasir maşınların həm metalı, həm motoru müəyyən hissələri dözümsüzdür. Belə deyək, kommersiya üzərinə qurulmuş bir şeydir. Yəni oyundur.
keyfiyyət yox, kəmiyyət məsələsi var. Amma mən ustamıza bir sual vermək istəyirəm. Düzdür, məndə ciddi bir problem yaratmayıb maşında. Maşınım bu dəqiqə 320 mindir, 2 əsəlatı. 2 dəfə korobkanın yağı dəyişib, 2 dəfə. Müəyyən sınır kilometrajlardan bir. Və o gün yağı dəyişəndə yağın korobka ilə motorun birləşən hissəsində yağın axıntısını gördüm. Yağlanmanı gördüm. Yağın filtrinin yanındakı olan hissə. Adını bilmirəm nədir. O real halda bir problem yarada bilərmi mənə? Bildisən sən dedin. Bu Kia Cerato'da yağ filtri dəyişilən yerdə və eyni zamanda böyründə maşın korobkası yerləşir də. İkisini birləşdirən prokladka. Mən də başa düşdüm. O zəif yağ maşının yağını buraxır. O bir ciddi problem yarada bilər mənə. Amma maşın motoru açılmayıb, əvvəldən deyim. Təşəkkürlər Ramin bəy. Axşamınız xeyir qardaş. Deməli sizin dediyiniz nüans mühərri ilə korobkanın birləşim yerindən axıdırsa, deməli arxa salnikdir. Amma yox, filtrin arxasında korpusun yanında kitabça var. Yağ kitabçası deyilir buna. Oradan axıdırsa salnikindən axıda bilər. Yəni o bir problem yaradan deyil. Yəni bundan dolayı mühərri dağıla bilməz. Narahat olma, amma yağına tez-tez baxmağı tövsiyə edirəm. Və təbii ki, dəyişməlidir. Təbii ki, dəyişilməlidir. Arxa salnik olanda dəyişmək şəxsən çox vaxt aparıb və xərci çox çıxacaq. Ya mühərri çıxmalı, ya korobka çıxmalı dəyişməyə. Maddiyyatı o qədər güclü deyilsə, dəyişmədən də sürə bilər. Yəni problem yaratmayacaq. Oruc yazıb ustalar demək olar ki, hər dəfə başqa bir problem tapır. Bəzən elə bilirəm ki, maşına yox, mənə diaqnoz qoyurlar. Necə edeyim ki, artıq təmirə pul xərcləməyim. Pisdir bəyəm, gedirsiniz, həkimə getmirsiniz. Usta o diaqnozu sənə də qoyur. Yəni bu birincisi Oruc qardaş, sizdən maşın, yəni avtomobil nədir? Bunu yazmayıbsınız deyə bir belə deyim, cavab verə bilmirəm. Şəxsən Renault-dursa normaldır qardaş, elə ustalarda qalasan. Amma qaldı ki Mercedes və yaxud Kia, Hyundai, yəqin ki düzgün yerə getməyibsən ki, diaqnozu düzgün qoya bilmirlər. Bunu deyə bilərəm. 0723 abonenti yazıb ki, qışda maşını qızdırmadan sürmək nə qədər ziyan verir. Hərdən tələsirəm, vaxta baxmıram. Qızdırmadan sürürəm, dostlarım deyir belə şey eləmə. Düz deyirlər. Yəni şəxsən ən azından avtomobili işə saldıqdan sonra 5 dəqiqə və yaxud 3 dəqiqə yerində işlətmək lazımdır. Ən azından yanma kamerasında düzgün yanma getsin. Və yaxud soyuq mühərriyə sən avtomobili yerindən qaldırıb sürəndə artıq benzini 2 qat daha çox işlədir. Dizel də həmçinin elədir. Yəni məsləhət görürlər ki, ən azından yerində 3-5 dəqiqə arası qızsın mühərrik. Amma bir nüans da var, onu da deyim sizə. Mən belə eşitmişəm. Yəni normalda ən çox deyirlər ki, ekoloji cəhətdən etməyin belə bir şey ki, birdən nə bilim, ekologiyanın pozulmasına görə deyirlər də. Yəni mən belə bir şey eşitmişəm ki, yəni avtomobili oturdun, işə saldın, mühərriki işə saldın, maksimum 2 dəqiqədən sonra yola çıxa bilərsən. 2 dəqiqədən sonra yola çıxa bilərsən, söhbət ondan getmir. Amma ki, burada mühərrikin resursu söhbəti də var da. Təbii ki. Mühərrikin resursu söhbəti də var ki, yəni mühərrik sıradan çıxa bilər. Yağ qızmalıdır. Bu yəni ekologiyanı gözəl başa düşürəm. Ekologiyanı biz də dəstəkləyirik. Ekoloji sağlamlığı bu həmişə olmalıdır. Amma ki, mühərriki də fikirləşin. Əlavə xərci düşmək istəmirsinizsə, qardaş 2 dəqiqə qızdırma, 5 dəqiqə qızdır. Qoy mühərrikin yağı qızsın, yağlanma tam getsin ümumi sistemdə. Turboya, məsələn, turbo mühərriklərdə turboya düzgün yağlanma getməlidir. Bizdə indi belə deyim də iş dilində gidrokompensator deyirik, loru dildə stəkan deyirlər. Gidrokompensatorlarda düzgün yağlanma getməlidir. Gidrokompensator klapanı düzgün tənzimləyicidir. Bəli. Tənzimləmə düzgün olmalıdır, yanma kamerasına düzgün yanma getməlidir. Benzinlə havanın qarışmasından yəni alışma əmələ gəlir. İndi soyuq mühərrikdə olanda hava çox gedə bilər və yaxud yanacaq düzgün getməyəndə mühərrikdə bəzi problemlər yaranacaq. Əsas da bu Hyundai-da, Kia-da qidalandırıcılar yoxdur deyə Porsche ətəyində. Vurur Porsche ətəklərini sıradan çıxardır. Belə şeylərə diqqət etmək lazımdır. 2439 abonenti yazıb, salam Keşka sürəm 2 motor 111, bunu ona görə sürürəm ki dözümlüdür. 3 ildir yağını dəyişirəm, benzin tökürəm, sürürəm, gündə 80 km yol gedir, milyon dənə Çin maşınını Keşkanın təkərinin boltuna dəyişmərəm.
Düz deyir. Şəxsən 111 motor qədər dözümlü mühərrik, hələ mənəm benzin mühərrik demək olar ki, yoxdur. 111 motorun elə yağın tök, vaxtında qulluğunu elə, yəni yanacaq filtrini dəyiş, hava filtrini dəyiş, hələ mənəm səni yolda qoymaz. Usta deyir ki, bu filtrin orijinalı bahadır, analog yaxşıdır. Hansı filtrin? Etibar edə bilərəm. Xahiş edən filtrin qeyd edin ki, biz də bilək. Yəni orijinalı bahadır, analog filtrlər qoymaq nə dərəcədə düzgündür? Şəxsən çox da tövsiyə etmirəm, amma artıq yəni tez-tez dəyişilir deyə, hər 5000-də bir dəyişilir deyə bir problem olmaz. Yəni xarici ölkələrdə yağ dəyişilir 10.000, 15.000, 20 kilometrdə bir. O momentdə yəni orijinal qoymağı daha çox tövsiyə edirəm. Amma belə deyim də, alınan firma filtrlərdə düzgün yağı süzüb keçirdə bilmir kanallardan. Məsləhət görürəm ki, yenə də orijinallardan dəyişsinlər. Orijinal üstünlüyü versinlər. Sürücü olaraq ən çox etdiyimiz səhv nədir? Məsləhət verin, səhvimizi bilək, qardaş. Sizin o qədər səhvimiz var. O qədər səhviniz var. Belə pis çıxmasın. Bizim sürücülər demək olar ki, gündə, hər gün səhv edirlər. Yolda, avtomobilə baxanda, avtomobilə qulluqda. Demək olar ki, avtomobilə o qədər səhv edirsiniz ki, o qədər səhv edirik ki, yəni bu da reallıq olaraq belədir. Çoxdur. Şəxsən yağ seçimində bəzi sürücülər səhvli eləyirlər. Hər yağ dəyişilmədə gedirlər. Hansı yağ məsləhətsə onu tökün. Gündə bir yağdan yağa keçiş etmək məsəl üçün bir səhvdir mühərrikdə. Bu olmaz. Artı səhərlər az əvvəlki mövzumuza qayıdacaq. Mühərriyi yerində qızdırmadan sürmək. Bir ikinci səhv ani turbo mühərriklərdə gələn kimi söndürmək mühərriyi. Bu da üçüncü səhv. Yəni çoxdur. Səhvlər həddindən çoxdur. Yəni bunu saya-saya qutara bilmərik. Bir də səhlənkarlıq ki, normalda 5000 bir yağa resurs qoyulursa, dəyişərəm deyib 8000, 9000-də daha elə insan tanıyıram ki, şəxsən bu mənim də yaxın dostumdur. Bir yağı 20 kilometrdə bir dəyişir. Bir də dizel mühərriyi. Səhlənkarlıqlar çoxdur yəni. Var. Bəs bayaq dediyiniz kimi turbo mühərriklərdir. Yəni normalda gəldim, çatdım. Sonra qısa məsafədə sürmüşəm. Ona da aiddir, yoxsa ümumiyyətlə nə qədər yerimdə dayanmalıyım? Sonra gəldi avtomobil, nə qədər gözləməliyəm, ondan sonra mühərriki söndürüm? Ən azından bir yerində 2 dəqiqə işləməlidir ki, mühərrik turbo özünü soyutsun və elə söndürəsin. İstənilən qısa məsafələrdə belə? Yox, qısa məsafədə yox. Əsas uzun məsafələrdə. Misal üçün uzaq bir məsafə gəlmişəmsə, bəli. Gəldim, çatdım, ən azından 2 dəqiqə yerində işləsin, ondan sonra söndürülür mühərrik. Çünki katalizator olan mühərriklərdə demək olar ki, turbolu avtomobillərdə katalizator hardasa 450-500, daha 600 dərəcəyə qədər isinir. Tiflokda ondan elə isinmir. Üzr istəyirəm, yazıb ki, Namiq yazıb DPF-in təmizlənməsi barədə fikir bildirsəz, bunu necə edə bilərik? DPF-i reqrasiya ilə təmizlənməyə daha çox üstünlük verirəm şəxsən mən. Yəni ki, belə deyim də, sistemin özünü təmizlənməsi. Bəli. Sistemin özünü təmizləməyə daha yaxşıdır. Yəni bunu əgər avtomobildə bu proqram yoxdursa, bizim yanımıza yaxınlaşa bilərlər. Yəni Hyundai, Kia, BMW fərqi yoxdur. Biz bunu kompüterlə reqrasiyanı veririk. Verdirə bilirsiniz. Bəli. Yeri gəlmişkən, Qadir Usta Sumqayıtda Yoldasan komandasının nümayəndəsidir və Yoldasan texniki servis olaraq da yaxınlaşa bilərsiniz. Lazımi köməkliyi də göstərə bilər sizə. Onu da vurğuluyum. Bizi Sumqayıtdan eşidənlər və Sumqayıtdan Qadir Ustanı axtaranlar təbii ki, Qadir Ustanın öz səhifəsindən tapa bilərlər. Bizdən nömrə istəsəz, biz də sizə Qadir Ustanın nömrəsini verə bilərik. Mühərriki səsini hiss edirəm, amma mühərrik səsi hiss edirəm. Yəni əlavə səs olaraq mən belə başa düşdüm, hiss edir, amma diaqnostika heç nə tapmır. Sizcə problem nədən ola bilər? Mexaniki səhvi diaqnostika onsuz da göstərə bilməz. Səhv yox, səs işi edir. Yəni mexaniki səhv olanda, yəni avtomobilin mühərriyinin mexaniki parçalarından hansısa sıradan çıxanda bunu diaqnostika göstərmir. Bunu artıq ustanın öz biliyi və optu deyə bilər ki, bu nəyin səsidir. Və yaxud yəni sürücü özünün optu varsa, səsindən artıq, bəli, səsindən artıq hiss edəcək ki, nəyin səsidir. Yaxşı. Heç nədir, gərək yaxınlaşasın. Yaxınlaşın bizim komandaya da, bəli. Bizim komanda yaxınlaşın, ya Tacəddin ustaya, ya Qadir ustaya yaxınlaşın, mühərriki yoxlasınlar və ən azından ilkin diaqnoz verə bilərlər ki, problem nədən ola bilər. Və deyir, yanacaq doldurma bildirir ki, maşını hər dəfə eyni yanacaq doldurma məntəqəsindən doldurmaq doğrudurmu, yoxsa fərqi yoxdur? Yox. Həmişə bir yanacaq məntəqəsindən doldurursunuzsa, bu altları çəkmək istəmirəm burada. Haradsa elə oradan da doldurmağınız daha çox məsləhətdir. Qarışmasın. Cavidən bəs səs göndərib, gələ Cavidən bəy səsinə qulaq asaq.
Salam, axşamınız Salam, xeyir. Mən də axşamınız xeyir, salamlayıram Şavidan bəy. sizi, ustamızı da salamlayıram. Razıyam mən də firma mallarının keyfiyyətli olmağı ilə. Biri var, misal üçün, bir il ərzində 3 dəfə detal dəyişib, 300 manat xərcə düşəsən, bir də var, bir dəfə o detalı dəyişib, elə 300 manata orijinal detal alıb qoyasan. Mən özüm 1.3 dizel mühərri ilə avtomobil idarə edirəm. 4-5 mindən bir yağın dəyişirəm də, mühərriyin yağını. Özə çalışıram həmişə keyfiyyətli yağ töküm. Maksimum, indi bilmirəm nə dərəcədə yağ dəyişilən mərkəzlərdə deyilənə görə keyfiyyətli yağdır. Yəni ucuz yağ almıram ki, mühərrikə görə. Ustamızdan bir də bir şey soruşmaq istəyirəm. Mən bu yaxınlarda maşında səs boğucunun orta tərəfdə belə sertika bir şey var. Turbanın ortasında sertikadır. Onu dəyişdilər mən də. Dəyişəndən sonra gecələr, gündüz bilinmir, gecə gedəndə arxadan maşın işıqları verəndə hiss edirəm ki, maşından tüstü kimi çıxır da. O sertika dəyişiləndən sonra oldu. Bu məhz ondan ola bilər. Təşəkkürlər Cavidan bəy, minnətdarıq. Qadir usta buyur. Cavidan bəy, axşamınız xeyir olsun. Xeyr, yəni belə deyim, Gluşitinin setkası deyə keçir indi bizim Səs boğucunun səs boğucunun setkası. Bunun dəyişməyin arxadan tüstü çıxmağa heç bir aidiyyəti yoxdur. Böyük ehtimalı ya katalizatorda və yaxud hava sistemində tıxanıqlıq var, mühərrik naqruzkaya düşür və yaxud farsunkadan da ola bilər bu, enjektorlardan. Mühərrik naqruzkaya düşür və qara tüstü verir. Bu normal bir haldır. Dizellərdə çox başımıza gəlib bu Və hal. benzinlərdə Benzinlərdə elə bir söhbət olmur. Demək olar ki, qara tüstü ancaq düzgün yanma getməyəndə, yəni rus dilində desək, bagat smes halında baş verir, amma belə dizel mühərriklər naqruzkaya düşəndə qara tüstü onsuz da verməlidir. Normaldır. Katalizator yoxdursa normaldır. yox, benzinlərdə bəs. Benzini deyirsiniz. Benzin, xeyr, mən dizeldən danışdım. Və Benzinlərdə əgər bu problem varsa, yanma düzgün getmir. Bunu yarada bilər farsunka, sveçası, yəni alışdırma şamı. Vozduxamer də eləyir, yəni hava tənzimləyici daçik var. Bu da eləyir. Yəni burada nüanslar çoxdur, baxmaq lazımdır. Hava çəkmədən belə mühərrik qara tüstü verə bilər. Bir nüans var, Qadir usta, nəyə bildirim sizə? Ümumiyyətlə avtomobillərdən söhbət gedir də. Yəni soyuq havalarda çox vaxt o parı səhər tezdən xodlayanda və yaxud ümumiyyətlə soyuq hava olanda normalda avtomobildən par çıxır. Bu normaldır. Bəli. Biz onu yayda görmürük. Niyə görə? Çünki zaten hava istidir, fikir verə bilmirsən, amma Bəli. soyuq havalarda o istənilən halda görsənir. Bəli. Və eyni zamanda avtomobilin o bu səs boğucusundan çıxan par damcıları olur ki, sular olur ki, onu da çox vaxt soyutma sistemi ilə səhv salırlar. Qorxurlar ki, ara qatında zədələnmə olub, Bəli. problem var.